Dostlar, bugün sizə məşq əsnasında elədiyiniz ən böyük səhvlərdən birini danışacağım. Adətən ağırlıq qaldırmaq, düzgün qidalanmaq, düzgün texnika, bunların səhvi və düzü ilə bağlı həddindən artıq çox videolar var, amma bu mövzuda qarşıma heç vaxt video çıxmıyor. Mən də qərara gəldim ki, bu mövzunu sizinlə paylaşım və təbii olaraq mənim tələbələrimin də etdiyi səhvlərdən biridir. Adətən mən onlara hər zaman düzgün qaydasını göstərdiyim təqdirdə yenə də unudaraq səhv eləyirlər. Bu nədir dostlar? Nəfəs almaq. Düzgün nəfəs almaq, məşq edərkən nəfəsinizi düzgün tənzimləmək. Adətən dostlar görürsünüz ki, məşq əsnasında ağırlıq qaldırırsınız, özünüzü tutub saxlayırsınız. Belə bu şəkildə olmaz, kesinlikle olmaz. Niyə? Çünki həmin əsnada dostlar beynə qan getmir, beynə ən əsası oksigen getmir və oksigen getmədiyi müddətcə də nə edir? Orqanlar düzgün fəaliyyət göstərmir, ürək düzgün işləmir, qan damar sistemi düzgün işləmir və bu da çox ciddi fəsadlara gətirib çıxarır. Hansı ki, baş gicəllənmələri, ürək bulanmaları, ən əsası ürək tutmaları. Dostlar, indi mən sizə kiçik bir misal göstərəcəm bench pressdə nəfəsinizi necə düzgün tənzimləyirsiniz. Ağırlıqları demək bu şəkildə məşq edirsiniz. Ağır çəki ilə məşq edirsiniz. Fərqi yoxdur, yəni bunun ağrı, yüngülü. Bu şəkildə yəni ağırlığı yendirərkən nəfəsinizi alırsınız. Qaldırarkən, güc verərkən nəfəsinizi buraxırsınız. Deməli dostlar, bu nəfəs sisteminə həqiqətən də çox ciddi yanaşın, çox ciddi fikir verin. Niyə? Çünki hər zaman nəfəsinizi düzgün tənzimlədiyiniz zaman ağırlıqları normal, düzgün qaydada qaldıracaqsınız. Ürəyiniz normal, öz qaydasında fəaliyyət göstərəcək, beyninizə oksigen gedəcək və sağlam bir məşq etmiş olacaqsınız. Bu və bu kimi videolarımı və ya bu kimi məlumatları izləmək üçün səhifəmə abunə olmağı unutmayın. Bəyənib dostlarınıza da göndərməyi unutmayın ki, onlar da məlumatlansın və nəfəsini düzgün tənzimləsin. Sağlam qidalanın, sağlam qalın.